Salam aleykum xanımlar, kanalıma xoş gəlmisiniz. Bu dəfə nə çəkmək istəyirəm? Birincisi, bugün saat neçədir? Saat 3-ə işləyir. Mən birinci nə etməliyəm? TikTok, Instagram, YouTube'da suallara cavab verməliyəm ilk öncə. Ondan sonra videolar paylaşmalıyam, şəkillər paylaşmalıyam. Ondan sonra manikenlərin əyinlərini dəyişmək günüdür genəm. Bunun əyinini dəyişim, baxım görüm çəkə bilsəm, çəkərəm. Ondan sonra nə etməliyəm? Bir də bəzi təzə modellər var. Onları çəkməliyəm. Bir də bir xanım soruşmuşdu. O qara abayaları. Onlardan başqa növlərini də göstərməliyəm. Baxım görüm ya belə ayrıca göstərərəm, ya da ki özüm geyinib üzərimdə göstərərəm. İndi baxım görüm çatdıra bilsəm, bu manikenləri dəyişəndən sonra çatdıra bilsəm, onu çəkərəm inşallah. Neyse, şimdi gedim birinci SMS-lərə cavab verim. Bir belə cavab yazıram. Mənim fikrim indi buradadır. Düzü qiymətləri belə yazmırıq bura. Yəni şəxsiyə yazıram. Qiymətlərini, amma belə ümumi razmeri haqqında nəsə olanda belə yazıram, amma ki qiymətləri bura yazmıram. Yəni çox sayılı eləyir də, tək biz deyilik. Reklam işlərini elədim. Paylaşdım TikTok, YouTube, Instagram. İndi isə paltalı həmişə istədiyim kimi planlaşdırmaq alınmır. Saat 4-də oldu. Mən hələ onların geyimlərini dəyişməmişəm. Birazdan da namazda vaxtıdır. Nəysə, birinci indi seçmək istəyirəm. Nə geyindirəcəm deyə, kimsə birisini də olsa dəyişdirməyini. Birinci bu donu istəyərdim geyindirim. Sadəcə olaraq burada bizdə veçerni paltar azdı deyə bura seyrək qalır deyə ona görə qalmışam. Əslində elə bir ki sport geyim də istəyirəm geyindirim. Bir də klassik də geyindirmək istəyirəm ki hər bir stildə olsun deyə. Yupkalardan bir dənə yupka köynəyi geyindirmək istəyirəm. Məsələn bu köynəklə məsəl üçün istəyirəm. Bunun qolçaqları da var bu köynəklə. Məsələn ya bu yaşılı ya bunun da baxım görüm hansıyla gedərsə. Yupka. Yaşılla. O yaşıla gedən yaşılla qəşəng getməz. Qara ilə də istəmirəm. Bu bozla da ancaq qara gedər. Yaşıl korичневый qəşəng getməz. Deməli belə. Nə geyindirim mən buna? Bu yupka ilə necə gedər görəsən? İpli yufka var idi bunun. Bu yufkadan xoşum gəlir. Sadəcə bunun rəngi bu köynəyə getmir. Bu model bununla necə gedər? Yaşılla yaxşı getməz. Qara ilə bu. Bunu da paltar da seçmək bir şey deyə problemdir. Uyuşturmaq, yəni bir-birinə tapmaq. Manikenləri geyindirmək. Mesela burada düymələri var deyə nəsə xoşuma gəlmir bundan uyumu. Baxın görüm. Nə seçim? Fikirləşim eləyim, ondan sonra davam eləyim. Yası belə. Haqqına qalacağım. Nəsə bu rəngi bundan tutuşdur. Əslində getmədiyini fikirləşirdim. Amma belə üstünə tutanda güzgünün qabağında baxanda nəsə xoşuma gəldi. Yaşıl, bir də ki bu açıq belə korичневый rəngi. Mesela uydu elə bil ki. Buna indi hicab seçməyi çətin olacaq mənə. Yəni köynəyə uyğun hicab seçməliyəm, yoxsa yupkaya uyğun. Bu hissəsində yazı da var deyə buna. Bu rənginə uyur deyə. Və yenə də geyindirib manikenə baxacağam. Bir də bu yupka keten yupkanı istəyirəm. Belə bundan. İndi bunu istəyirəm geyindirim. Bu jaketlərdən də çox xoşum gəlir. İndi hansı rəngini əsas bundan xoşum gəlir. Bundan bu qəşəng gedər məncə. Bunu geyindirmək istəyirəm. Buna da hicab seçmək biraz çətin olacaq. Sonra əslində bu dəsti geyindirmək istəyərdim. Sadəcə olaraq dediyim kimi ondan da azdır. Ora seyrək qalacaq. Amma geyindirmək olar, amma girişə yaxındır özdə seyrək olacaq. Kostyum geyindirmək istəyərdim. Şalvarlı dəstlərdən heç geyindirməmişəm əslində. Onlardan da geyindirmək olar. Bir də kətan dəstlərdən
giyindirmək olar. Hansını giyinmək olar? Bunun qarada olmuş ki. Axda qalıb. Belə bir dəsti. Böyle ki qalsın. Belki bu dəstdən giyindireyim. Bunun həm yubkalısı var, həm korичневый var. Yubkalısı həm şalvarlısı. Aslında manikenlərin ayaqları bir-birinə yaxındır, bilinmir. Yubkadır, şalvardır. Ondan sonra yubka ilə olanı giyindirim, çünki manikenə şalvar giyindirmək çətindir. Belə, deməli bu modellərdən belə bunlar aldı. İndi isə birinə isə klasik modeldə nəsə istəyirəm. Düz obşlar da klasik idi. Bu da onlardan hansınsa giyindirmək istəyirəm. Belki bunu giyindireyim. Dağıstanmalıdır bu. Bundan giyindirim. Aslında fikirləşirəm, belki o sportlardan da giyindirim. Sadəcə olaraq onlardan çox giyindirmişəm. Ama onlardan da istəyərdim. Nəyi giyindirim? Bu modeli çox bəyənilir. Bu modeli də giyindirmək olar. Bunu giyindirərəm. Yəni çox oldu ki. Onda bunu giyindirim. Bu korичневый qalsın. Ya da ki bunlar qalsın. Hansı, belki hansı xoşuma gəlmədisə dəyişməyə məcbur olacağım. Belə. Bunları yığmışam bura. İndi bir mankenləri düşürdüm. Çəkiliş də elə bilsəm, lap yaxşı olar. Birini bir tər giyindirdim. Həm çəkmək, həm giyindirmək çətindir. Bilməm də nə qədər oydusa geyim əməlli yordu. Ətəyi belədir. Çox da manikenin də əynini çıxardıb da çəkməyi də istəmirdim. Ona görə biraz çətinlik çəkdim ki. Ona görə qalanları uca çəkməyəcəm. Yəni çəkə-çəkə giyindirməyəcəm də. Giyindirib qutarandan sonra çəkərəm. Onu da yerinə qoyum. Güzel işeleyeyim. Biraz çinləri qabağadır bu manikenlərimizin. Böyle yerine koyandan sonra göstereceğim. Bu manikenlərdə biz Dağıstan namazlık giyindirmişik. Namazda ona da Dağıstandan olan
cürbəcür renkləri var. Renkləri var, yox, risunkalıda olanlarda, yəni dondu və belə bir şal üstündə. Bu geyimi çəkməyi unuttum. Bura qaldırandan sonra yadıma düşdü. Ayrıca videosu var, onu paylaşarım. Bunu belə geyindirdim, bilmirəm daha nə qədər uyur ya uymur. Məncə yaraşdı bir-birindən. Qolçaqlara taxa bilmədim. Manken sürüşkən deyə sürüşür. Hicab bilmirəm nə geyindirim buna. Bu rənginə uyğunmu? Yubkanın rənginə uyumlu mu? Hicab taxıram yoxsa köynəyin? Baxın görüm nə tapıramsa. Belə bir Kaliforniya şal tapdım, bilmirəm nə qədər uyacaqsa, amma rəngləri uyğun gəlir. Düzdür, bu biraz açıqdır, amma bu hissələri eyni rəngdədir. Bunu geyindirim, baxın, bir necə görünürsə. Məncə getməlidir. Bu əslində qəşəng yaraşdı rənginə görə. Sadəcə olaraq tam rənginə görə yox, yəni ki, bu ləkələrindəki üstündəki rəngləri uyur deyə biraz. Amma forması uymur. Bunda belə boğaz var deyə, bu boğaz çöldə qalsa daha yaxşı olar. Nə qədər axtardım, uyğun gələn bir şey tapmadım. Belə kasınka tipli hicab gördüm. Zərlidir amma. Zərsiz olsaydı daha yaxşı olardı. Bu stilə görə yəni. Bundakı zərsizi yoxdur. Var sadəcə olaraq knopkalı. Həm də ki, iminə bu rəngi yoxdur. Knopkalı olan hicablardandır. Belə bir rəngdir. Hicab seçmək çox çətindir. Paltar üçün bu qədər də belə. Bunu da yoxlayım. Bir də obisində ikisini də yoxlayım, göstərim. Hansı yaxşı gedərsə. Belə də var, belə risunkalı da var. Məncə bu yaxşıdır. Artıq saat 6 olur. Mən hələ də burada hicabı seçə bilmədim. Neçə cür modelə baxdım. Bu kapüşonkalı model. Kısaca kimse soruşmuşdu kapüşonkalı neçədirsə, 16 manatadır. Onu da yaraşdırmadım nəsə. Bir də belə knopkalını da yaraşdırmadım. Bunu da yaraşdırmadım. Gene qaldım bunda. Öbürlərinə baxanda bu yaraşdı. Düzdür, boğazı görünməsə də neynəsəm də boğaz hissəsi içərdə olanda yaxşı görünmür. Yəni belə, daha bilmirəm nə qədər yaxşı alındı ya yox. Gene olsa da dəyişləsidir əyindəki paltarlar. Hələ o hicab da var, onu yarışdırım gərək. Yəni bu qədər. Burada bu donları çəkəcəkdim. Sadəcə olaraq oca vaxtım yoxdur. Oca, məsəl üçün o manikenin üzərində olan buydu. 35 manat. Belə abaya kimi başlarını keçirtmədi də tam bu çənə hissəsidir. Sonra beləncisi var, belə qolu belənci. Lituçka kimi boğaz, ancaq bədən hissəsi də baş hissəsi yoxdur. Sonra beləncilər var. Yubqalı, dəsti, kapşonkalı, belə yaşılı da var, qarası da var. Bu belə bir model də var. Necə göstərim ki, tam görünsün. Belə qolları belədir. Rezinkada. Lituçka kimi kapşonkadır. Ətəyi də qıraqlardan qısadır. Abaya kimi də ikilən düymə ilə belənçi. Sonra biri də var. Belənçidir. Bu niqablı. Niqablıdır. Bu da lituçka kimidir. Amma qolu belədir. Bu hissəsi düzdür. Qabağı zamoklu. Bu başa keçən hissədir. Buradakı niqabı ilə. Bunları da göstərdim də. Beləliklərdə ancaq hələ ki Mısırdan sifarişlərimiz də var.
Orada da maraqlı modeller var. Beləncə boş modeller. Yəni belə hələ ki bunlardır. Başqa vaxt inşallah uzun video alındı deyəsən başqa vaxt çəkərəm inşallah. Sağ olun, salamat qalın.